Sibrizdə 19-cu işgüzar görüş keçirildi. Express xəbərlər xəbər verir ki, Sibrizdə iş adamlarının iştirakı ilə növbəti 19-cu işgüzar görüş uğurla baş tutub. Dilavər Sadıqovun rəhbərliyi ilə keçirilən tədbir yenilənmiş konsepsiya əsasında təşkil olunub. Artıq hər bir biznes nümayəndəsi Sadıqovun layihəsində baş sponsor ola və öz brendini geniş işgüzar auditoriyaya təqdim edə bilir. Bu görüşün əsas təqdimatı Tahiroğlu İnşaat şirkətinə məxsus olub. Şirkət rəhbərliyi tikinti materialları sahəsində mövcud layihələri, yeni məhsulları və genişlənmə planları barədə iştirakçılara ətraflı məlumat verib. Tahiroğlu İnşaatın çıxışı tədbirin əsas hissəsini təşkil edib. Tədbirdə həmçinin Kinetik Elektrokars tərəfindən qısa tanıtım edilib. Şirkət Çindən Azərbaycana sığortalı avtomobil çatdırılması və satışın təşkili ilə məşğuldur. Kinetik tədbirə bəzi modellərini gətirərək qonaqlara sadəcə qısa şəkildə təqdim edib. Görüş zamanı müxtəlif biznes sahələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib və yeni tərəfdaşlıqlar üçün ilkin addımlar atılıb.